Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Gilanın dəstəyi ilə təşkil edilən 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalının növbəti 3-cü günündə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrının konserti keçirilib. Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən konsertin açılış mərasimində bildirilib ki, mərkəz artıq 5 ildir fəaliyyətdədir və bu müddətdə 1000 nəfərdən artıq şəxsə xidmət göstərib. Bugün festivalda bizim musiqi vokal istiqaməti üzrə həm inklüziv orkestr, həm inklüziv ansambl və bizim həmən bu istiqamət üzrə benefisiarlarımız bugün çıxış edəcək. Bugün bizim üçün birinci belə bir təcrübədir ki, biz beynəlxalq festivalda iştirak edirik və mən əminəm ki, bugün həm xarici qonaqlar, həm yerli qonaqlar bizim konsertdən böyük bir zövq alacaqlar.